Abu Hureyra rəvayət edir ki, Allah elçisi ona Allahın salavatı və salamı olsun demişdir. Cənnətə giriləcək ilk zümrədə olan kimsələrin siması 14 gecəlik ay kimi gözəl və parlaq olacaq. Cənnətdə onlar nə tüpürəcək, nə xəstələnəcək, nə burunlarından selik ifraz edəcək, nə də təbii ehtiyaclarını ödəyəcəklər. İstədikləri qabları qızıldan, daraqları isə həm qızıldan, həm də gümüşdən olacaq. Buxurdanlarında ud yandırılacaq. Onların tərindən müşk qoxusu gələcək. Onlardan hər birinin 2 zövcəsi olacaq. Bu qızlar elə gözəl və elə zərif olacaq ki, dərilərinin altında ayaq sümüyünün iliyi görünəcək. Cənnət əhlinin arasında nə bir ixtilaf, nə də kin-küdürat olacaq. Özləri də can bir qəlb olacaqlar. Onlar səhər axşam Allahın şəhərinə təriflər deyəcəklər. Buxari 3245-ci hədis.